Bugün gəlirlər, məhərrəmlik başlayan kimi başlayır biri ki, məhərrəmlikdə toy eləmək olmaz deyilən bir şey yoxdur şəriətdə. Bəyəm şəriət deyib ki, sənin aton öləndən sonra sən qəmgin olasan, şəriət onu deyib. Elə atavın qəbrinin üstündə zurna balabanla işivi gör də, niyə görmürsən? Niyə? Şadlıq elə də, əzizin öləndə şadlıq eləyirsən, bu nə məntiqdir? Bu bəllidir, bunlar özləri də bilirlər ki, bu düzgün məntiqi deyil. Sadəcə İmam Hüseyn əleyhissalamın həmən anım məclisləri olmasın və yaxud da ki, o yalnız və yalnız bir dənə anım həddində, onun hədəfləri başa düşülməsin, çatdırılmasın hədəflər. Bu düşmən nədir? Daha təhlükəli düşməndir.